Ey iman gətirənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz. Bəqərə surəsi, ayə 183. Bu ayədə orucun vasitəsilə insanın təqvalı olmasına işarə edilir. Bu ayə, Ramazan ayında təqvalı olmağı, günahlardan çəkinməyi və Allahın əmrlərini yerinə yetirməyi tövsiyə edir. Allah Teala yenə Bəqərə surəsində buyurur: Oruç tutmaq sayı müəyyən olan bir ay günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruç tutmalıdırlar. Oruç tutmağa taqəti olmayanlar isə hər gün əvəzində bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. Bəqərə surəsi, ayə 184. Yuxarıdakı ayədə Allah Teala insanlara xeyir işlər görməyi tövsiyə edərək bildirir ki, bu ayda gördüyünüz xeyir işlərin hamısı sizin öz xeyrinizədir. Allahın insanların oruç tutub namaz qılmalarına ehtiyacı yoxdur. Kim namaz qılıb oruç tutarsa, özünə xeyir etmiş olar. Namaz qılmayan və bu ayda oruç tutmayan şəxslər özlərinə ziyan vermiş olarlar. Bir sözlə, insanın oruç tutub tutmamasının Allaha heç bir xeyir ziyanı yoxdur. Bu əməllərinin insanın özünə böyük xeyirləri vardır. Buna görə də Allah Teala buyurur: Bilsəniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. Allah Teala mübarək Ramazan ayı barədə Bəqərə surəsində daha sonra belə buyurur: İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Qur'an Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə oruç tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövdə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə ona Allahu Əkbər deməklə təzim və bəlkə də şükür edəsiniz. Bəqərə surəsi, ayə 185. Allah Teala bu ayədə Ramazan ayında ona ibadət etməyi və verdiyi nemətlər qarşısında təşəkkür etməyi tövsiyə edir. Həzrəti Fatimə-i Zəhra salamullahi əleyha buyurur: Allah Teala orucu ixlasınızın sabitləşməsi və davam etməsi üçün qərar aldı. İmam Həsən əleyhissalam buyurur: Həqiqətən Allah Teala Ramazan ayını öz bəndələri üçün yarış qərar verdi. Bu ayda Allahın rizayəti üçün yarışarlar. Bir hissə ötər və axirətdə saadətə yetişər, bir hissə də geridə qalıb bədbəxt olar. Yaxşılar savaba yetişən və təqsirkarlar bədbəxt olan gün boş-boş gülüb oynayan şəxsin işi çox təəccüblüdür. Orucun hökmləri. Birinci məsələ. Oruc o əməldir ki, insan Allah Taalanın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər orucu batil eləyən işlərdən çəkinsin.
Niyyət, ikinci məsələ. İnsanın oruc niyyətini qəlbindən keçirməsi, yaxud sabah oruc tuturam deməsi vacib deyil. Hətta əgər Allahın əmrini yerinə yetirmək üçün sübh azandan şam azanına qədər orucu batil eləyən işləri görməsə, kifayətdir. Bu müddətin hamısında oruc olduğunu yəqin etmək üçün biraz sübh azandan qabaq, həmçinin biraz şam azanından sonra orucu batil eləyən işlərdən çəkinməlidir. Üçüncü məsələ. Sübh azandan qabaq, oruc niyyəti etmədən yatan bir şəxs zöhrdən qabaq oyanıb, niyyət eləsə, istər vacib olsun, istərsə də müstəhəb, orucu düzgündür. Amma zöhrdən sonra oyansa, vacib oruc niyyəti edə bilməz. Dördüncü məsələ. Əgər bir şəxs Ramazan ayı olduğunu bilsə və qəsdən Ramazan ayından başqa orucu niyyət etsə, onun orucu nə Ramazan ayının orucu hesab olunar, nə də niyyət elədiyi digər oruc. Beşinci məsələ. Əgər sübh azanından qabaq niyyət edib huşunu itirsə və gün əsnasında huşa gəlsə, ehtiyat vacibə görə o günün orucunu tamamlanmalıdır. Əgər tamamlanmasa, gərək qəzasını yerinə yetirsin. Altıncı məsələ. Əgər sübh azanından qabaq niyyət edib yatsa və şam azanından sonra oyansa, orucu düzdür. Yeddinci məsələ. Əgər məsələn, Ramazan ayının birinci günün niyyəti ilə oruç tutub sonradan ikinci yaxud üçüncü gün olduğunu başa düşsə, orucu düzgündür. Səkkizinci məsələ. Əgər Ramazan ayı olduğunu bilməsə, yaxud unutsa və günortadan qabaq başa düşsə, bu halda orucu batil eləyən işlərdən görməyibsə, niyyət etməlidir. Orucu da düzgündür. Yox, əgər orucu batil eləyən işlərdən görmüş olsa, yaxud zöhrdən sonra Ramazan ayı olduğunu başa düşsə, orucu batildir. Lakin şam azanına qədər orucu batil eləyən işləri görməməli. Ramazan ayından sonra isə qəzasını tutmalıdır. Doqquzuncu məsələ. Əgər xəstə Ramazan ayı günortadan qabaq sağalsa və sübh azanından sağaldığı vaxta qədər orucu batil eləyən işlərdən görməmiş olsa, oruc niyyəti edib o günü oruc tutmalıdır. Lakin zöhrdən sonra sağalsa, o günün orucu ona vacib deyil. 10-cu məsələ. İnsan Ramazan ayının hər gecəsində onun sabahının orucu üçün niyyət edə bilər. Daha yaxşı olar ki, ayın ilk gecəsi də bütün ayın orucunu niyyət eləsin. 11-ci məsələ. Şaban ayının axırı, yaxud Ramazan ayının əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və sair oruç tutub günün əsnasında, hətta zöhrdən sonra Ramazan ayının olduğunu başa düşsə, onun orucunu niyyət etməlidir. Amma Ramazan ayı niyyəti ilə oruç tutsa, hətta əgər həqiqətdə Ramazan ayı olsa belə, batildir. Orucun kəffarəsi. 59-cu məsələ. Ramazan ayının orucunun kəffarəsi vacib olan bir şəxsə, ya bir qul azad etməli, ya sonraki məsələdə deyilən göstərişə uyğun olaraq 2 ay oruç tutmalı, ya da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müd, təqribən 750 qram təam, yəni buğda, arpa və bu kimi şeylər verməlidir. Əgər bir şəxs üçün bunlar mümkün olmasa, 17 gün oruç tutmaqla mümkün olan qədər müd, fəqirə təam vermək arasında ixtiyar sahibidir. Əgər verə bilməsə, hətta bir dəfə əstəğfirullah deməklə istiğfar etməlidir. Ehtiyat vacib budur ki, hər vaxt imkanı olsa, kəffarəni versin. 60-cı məsələ. Ramazan ayının orucunun 2 ay kəffarəsini oruç tutmaq istəyən şəxs 31 gününü ardıcıl, arada fasilə olmadan tutmalıdır. Amma yerdə qalan günlər 29 gün ardıcıl olmasa, eybi yoxdur. 61-ci məsələ. Ramazan ayının orucunun 2 ay kəffarəsini oruç tutmaq istəyən şəxs ardıcıl tutmalı olduğu 31 günü elə gündə başlamalıdır ki, bu 31 günün içində orucu haram olan günlərdən, məsələn, Qurban bayramı kimi günlər olmasın. 62-ci məsələ. Ardıcıl oruç tutmalı olan bir şəxs, arada üzürsüz səbəbə görə bir gün oruç tutmasa, yaxud tutduğu oruç günləri arasında orucu vacib olan bir günə çatsa, məsələn, oruç tutmağı nəzir etdiyi günə təsadüf eləsə,
gərək orucları əvvəldən başlasın. 63-cü məsələ. Əgər ardıcıl oruc tutmalı olan günlər əsnasında heyz, nifas kimi üzür, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan qalxandan sonra günləri əvvəldən başlaması vacib deyil. Yerdə qalanları üzrü aradan qalxdıqdan sonra tutmalıdır. Bağışlayan və mehriban Allahın adı ilə. Orucun hökmlərini dinləməmişdən öncə bir məsələyə də diqqət yetirilməlidir. Şəriətin hər bir məsələsində insan ya özü müctəhid olmalı, ya da müctehidə təqlid eləməlidir. Oruc məsələsində də təqlid eləmək vacibdir. Əlbəttə, şəriətin bəzi məsələlərində alimlərin fətvası müxtəlif olduğu üçün hər bir müqəllid, yəni təqlid edən insan, təqlid etdiyi müctehidin fətvalarına uyğun əməl etməlidir. Bu diskdə oruc barədə ümumi məlumat verilmişdir. Lakin bir sıra məsələlər fərqli olduğu üçün həmin məsələlərdə təqlid etdiyiniz müctehidin risaləsinə müraciət edin. Məsələn, bir çox alimlərin fətvasına əsasən 10 şey orucu batil edir. 1. Yemək. 2. İçmək. 3. Cima. 4. İstimna. 5. Allah, Peyğəmbər və onun canişinlərinin adından yalan demək. 6. Qəliz tozu boğaza çatdırmaq. 7. Başını suya batırmaq. 8. Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq. 9. Axıcı şeylərlə imalə etmək. 10. Bilərəkdən qusmaq. Amma Ayətullah Sistaninin fətvalarına əsasən başı suya batırmaq orucu batil etmir. Oruc barədə alimlərin fətvaları çox da fərqli deyildi. Lakin cəmi bir neçə yerdə fərqli məsələ olduğu üçün lazımdır ki, hər bir müqəllid təqlid etdiyi müctehidin risaləsinə də müraciət etsin. Orucun növləri. İslamda oruç tutmağın 4 növü var. Birincisi vacib oruc, ikincisi müstəhəb oruc, üçüncüsü məkruh oruc və dördüncüsü haram oruc. Vacib oruc bunlardır. Mübarək Ramazan ayının orucu, kəffarə orucları, təməttü həccində qurbanlıq əvəzinə tutulan oruc, nəzir və əhd eləmək, həmçinin and içmək vasitəsilə vacib olmuş oruc, vacib orucun qəzasında tutulan oruc. Müstəhəb oruc bunlardır. Ümumiyyətlə, oruc tutulası haram və məkruh olan günlər istisna olmaqla, ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Bununla belə, bəzi günlər var ki, həmin günlərdə oruc tutmaq daha çox təkid edilmişdir. Həmin günlər bunlardır. Hər ayın ilk cümə axşamı, hər ayın son cümə axşamı, hər ayın ikinci 10 günlüyündəki ilk çərşənbə, Qədirxum bayramı günü, Mübahilə günü, Beysət bayramı günü, Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin anadan olduğu günü, Ərəfə günü, Zilhiccə ayın ilk günü, Rəcəb ayının bütün günləri, Şaban ayının bütün günləri, Rəcəb və Şaban aylarının 13-ü, 14-ü və 15-ci günləri, bütün cümə axşamları və bütün cümə günləri. Məkruh oruclar bunlardır. Ərəfə günü, Ərəfə çölündə olan şəxslərin oruç tutması onlara zəiflik gətirib, bugün əməllərindən məhrum olacaqları təqdirdə məkruhdur. Qonaqlığa dəvət olunmuş şəxsin oruç tutması, Zilhiccə ayının girişi mübahiləsi olarsa, bunun nəticəsində Ərəfə günü ilə Qurban bayramı tam müəyyən olmadığından Ərəfə günü oruç tutmaq məkruhdur. Haram oruclar bunlardır. Fitr, Ramazan bayramı günü, Qurban bayramı günü, həcc ziyarətinə gedib, Zilhiccə ayının 11-i, 12 və 13-cü günləri Minada olan zəvvarlarla oruç tutma haramdır. Şaban ayının 30-cu günü, mübarək Ramazan ayının girişi ilə qarışıq düşərkən,
Həmin günü Ramazan ayının orucu niyyəti ilə oruç tutmaq haramdır və günah iş xatirinə nəzir, əhd orucu tutmaq da haramdır.